Əgər bizim səhifəmizə yeni daxil oldunsa, ilk video bu olsun. Bu videoda biz səndən tanış olacağıq. Deməli, bu səhifədə biz balaca oğlumla ana olmağın nə qədər çətin olduğunu göstərəcəyik. Bir çox kişilər axşam işdən gələndə qayıdıb həyat yoldaşlarına bir kəlmə söz var ki, o bütün qadınları məhv eləyir də. Qayıdıb deyirlər ki, "Əşi, sən bütün gün evdə oturmusan, nağayrmısan ki, yorulasan." Və beləliklə qadını sanki elə bir başına qaynar su tökülür. Mən 4 gün işdə oluram, 3 gündə evdə oluram və 3 gündə yoldaşıma evdə qalanda kömək elədiyim ərzində başa düşürəm ki, ana olmaq nə qədər məsuliyyətli və çox çətin bir iş. Və mən sizi inandırım ki, əgər dünyada nəsə dəyişiklik olsa, kişi qadının yerinə, qadın kişinin yerində olsa, qadın kişinin görəcəyi işin hamısını görə biləcək, amma kişi qadının biləcəyi işi heç 20%-ni görə bilməyəcək. Bu səhifədə də biz o anları göstərəcəyik. O videolarda görmək üçün sadəcə səhifəyə abunə olun. Mənim adım Əzəmətdir və oğlumun adı da Ömərdir. Tanış olmamıza çox şad olduq. Səhifəmizə də xoş gəlmisiniz.